Deməli 23-cü suala bax. Burada nəyinin deyir? Bağlayıcı Bağlayıcı. sözlər. Bağlayıcı sözlər dedik nədir? Sual əvəzi. Sual əvəzliklərdir. Ola bilər ki, sual əvəzliyi olmasın. Məsələn, o yerə ki, o yerdəki. Belə hallarda ola bilər. İndi gəl baxaq. İndiki and içmisən, bir də onu xatırlama. Bağlayıcı sözlə bağlanı tabe etmək. İndi burada var bağlayıcı söz. İndiki and içmisənsə, bir də onu xatırlama. Burada hanı bağlayıcı sözümüz var ki? Yox, burada yoxdur. Sonra istəyirsiniz növbətçi həkimi çağırım. İstəyirsiniz növbətçi həkimi çağırım. Növbətçi həkim burada var səncə? Hani bax, məsələn bax burada da bizim budaq cümləmiz bu intonasiya ilə bağlanıbdır. Amma sən bura özündən sə artıra bilərsən də. İstəyirsinizsə növbətçi həkimi çağırım. Əgər bura özümdən sə artıra bilirəmsə, deməli birinci nədir? Budaq, sonra başdır. Elə xatirələr var ki, onları unutmaq olmur. Yoxdur burada. Bax, burada da ki ilə bağlanıb. Ki ilə bağlananda birinci nə gəlirdi? Birinci Baş. baş, sonra Da. Bəs əgər cümlədə yenicə, indicə, tezli sözü varsa və yaxud da ki, sən onu əlavə edə bilirsənsə, onda birinci bu da. Sonra bu söz baş. Nə qədər yaxşılıq edirsə, o qədər əvəz. Bax, burada səncə var bağlayıcı söz. Nə qədər yaxşılıq edirsə, o qədər. Bax, bu da bağlayıcı sözə qarşılıq işlənən həmin o sözdür. O qədər. Nə qədər yaxşılıq edirsə, o qədər əvəzini görər. Buradakı nə qədər nədir? Bağlayıcı söz. Bağlayıcı söz gələndə birinci budaq gəlirdi, yoxsa baş? Birinci budaq, sonra baş. sonra isə baş gəlir. Yenə də budaq baş olmağından asılı olmayaraq oxun başı təbii ki, baş tərəfə getməlidir. Mən o qədər yorulmuşdum ki, burada tabirlik bağlayıcısı olan ki ilə bağlanıbdır. Ki ilə bağlanıb. Bunu nəzərində saxla. Burada biz yenicə təzə sözünü artıra bilmirik də. Deməli nədir? Baş, budaqdır. Baş, budaqdır. Oxun başına həmişə diqqətdir. Cavabımız oldu. Nə? De bəndi.